14-bab. İsrail xalqının qalğan qabilələri ruhani Elazar, Nun'un oğlu Yoşuva və qabilə aqsaqallarının təqsim qılıb berişi bilən Kənan ziminiga ega boldu. Yəni bu ziminlar Pərverdigarının Musa peyğəmbərə buyruğunu boyunca çək taşlab 9 yerim qabiləyə təqsim qılınıb verildi. Musa peyğəmbər 2 qabilə və yəni bir qabilənin yerimiga Yordan dəryasının şərqidəki zeminlarni təqsim qılğan. Amma Lavi qabiləsiga zemin təqsim qılıb bəmigən idi. Yusuf'un evlatları Manasse və Əfraim dəb 2 qabiləyə ayrılatdı. Lavi qabiləsiga heç qandaq zemin təqsim qılıb verilməyən idi. Ulağı faqat yaşışı üçün ətrafında mal çarva bakıdığan otlaqları boğan şəhərlər verilən idi. Şunun bilən İsraillər bu zeminlarni Pərverdigarının Musa peyğəmbərə buyruğunu boyunca bölüşüb aldı. İsraillər Gilgalda qarargah qurub turvatqan çağda Yahuda qabiləsinin bir qism adamları Yoşuvanın aldığa kirib kelişdi. Qeynaz cəmiyyətindən boğan Yefunnənin oğlu Kalib Yoşuvaga mundaq dedi. Kadeş Barniyada Pərverdigar özünün yaqin adamı Musa peyğəmbərə sən və mən doğruluq nemələrini digənlikini sən bilirsən. Pərverdigarının qismətkarı Musa meni biz bardığan zeminlarni çarlab kelişkə əvətkən idi. Şu çağda mən 40 yaşlı idim. Mən qaytıb gəlgəndən keyin Musa peyğəmbərə şu zeminlarda kögəllərimni əynən etdim. Mən bilən billi bağan həmralarım o zemindikilər vəhşi ikən dəb İsraillarni vəhimgiz çelib qoyğan idi. Lekin mən ikkilənməy, Pərverdigarım, Xudanın bizni qoğdaydıqalıqıqa çin qəlbim bilən işəndim. Şu çağda Musa peyğəmbər, senin qədimin yetkən yələnin həmsi məngü sana və senin evlatlarınğa təbəb olsun. Çünki sən Pərverdigarımızğa sadıqlıq bilən boysundun, dəb qəsəm bəgən. Mana qara, Pərverdigar vədi bəgini dək, o, mənim hayatını saxlab qaldı. Şuna mən hazırğı qədər yaşab gəldim. Pərverdigar, Musa peyğəmbərə vədi bəgəndin tatıb, hazırgıca 45 yıl ötüb getdi. O vaxtda İsrail xalqı çöl bayavallarda sərgərdan olub yürüvatqan idi. Mən qara, mən hazır 85 yaşa kirdim. Mən hazır mı? Musa peyğəmbər meni çalışqa əvətkən çağdaki dək, timən, turubdu mən. Hazır mı şu çağdaki dək uruş və başqa həmi işlarını qılalayım. Pərverdigarının şu çağda vədi qılğını boyunca bu tağlıq rayonlarını manı bərgin. Ana qabillərinin ilmi şu zeminlarda yaşavatqanlıqını bilirsən. Ulanın şəhərləri çoğ həm müstəhkəm. Pərverdigar, mən bilən birgə bolsa, Pərverdigarının vədi bəgini boyunca mən ulanı qoğlab çıxıray. Yoşuva, Yefunənin oğlu Kalibnin bu sözlərini anlab, Pərverdigardan Kalibqa bəxit tilidi və Hebron şəhrini onunğa təqsim qılıb bədi. Şunun bilən Hebron şəhri hazırғы qədər Qeynaz qabiləsidən boğan Yefunənin oğlu Kalibnin iqtidarçılığında turvatıdı. Çünki o, Pərverdigarğa, yəni İsraillə itiqad qılıb kəgən Xudağa sadıqlıq bilən boysunğan idi. Burun Hebron şəhri Qiryat Arba dəb atılatdı. Arba, anaqlarının əvladıdan çıxan uluq qəhrəmandır.
Şunundan keyin bu zeminde uruş ahırlaştı.